qeyd etmişdi ki, poliklinikalarda ən çox narazılıq yaradan məsələlərdən biri də tibbi kitabçalarla bağlıdır. Xəstələr növbə gözləyir, bəzən də kartların itməsi ki, yəqin ki, hər biriniz bununla rastlaşmışsınız, əlavə vaxt itkisinə səbəb olur. Əlavə vaxt itkisinə səbəb olur, doğru vurğuladınız. Artıq paytaxtın bir sıra poliklinikalarında tibbi kitabçaların elektron şəkildə verilməsinə, o işlərə başlanılır. Vətəndaşların məlumatları, şəxsiyyət vəsiqəsi əsasında vahid sistemə köçürülür. Elektron kartlar da təqdim olunur. Bəli, təqdim olunur və bu proses nəticəsində, Günel, deməli, vaxt itkisinin qarşısı ümumiyyətlə necə alınacaq, hörmətli tamaşaçılar? Xidmət sektorunda bu məsələ keyfiyyətə necə təsir göstərəcək? Təbii ki, suallar çoxdur, suallar çoxdur, hörmətli tamaşaçılar. Əməkdaşımız Ayşə Rızayeva öz sujetində bütün bu və digər suallara cavab tapmağa çalışıb. Bir çox poliklinikalarda xəstəlik kitabçalarının hələ də kağız formasında qalması vətəndaşlarda narazılıq yaradır. Sakinlərin fikrincə, bu kartlar heç bir fayda vermir, əksinə vaxt itkisi yaradır. Bəzənsə saatlarla gözləməli olurlar. Kitabça tapılmayanda isə yenisi açılır. Bu da əlavə çətinlik deməkdir. Səhər adam çox olur da, indi adam yoxdur. Səhər çox olur adam. Anketi alarsan, gedərsən, işi görərsən. Deyib, burada da növbə gözləyirsən, orada da. İndi həkimin yanında da yeb növbə gözləyirsən. Bunun hamısı problemdir. Məncə müsbət tərəfləri olardı. Bir də bunu daşımarıq da özümüzlə. Məncə belə elektron olsa yaxşı olar məncə. Karta problemləri olur, onu gözləmək olur, saatlardan axtarılır. Vətəndaş sayı çox, yəni işçi də az. İstər-istəməz bu hamısı vaxt aparır da. Hamı işləyir, məsələn, vaxtı qısa olur. Yəni bunlar nəzərə alsa daha yaxşı olur hamı üçün. Məsələ ilə bağlı təbibin də mövqeyini öyrəndik. Qurumdan açıqlama verildi ki, artıq elektronlaşma prosesinə başlanılıb. Paytaxtın bir sıra rayonlarında fəaliyyət göstərən poliklinikalarında vətəndaşlara məxsus ambulator tibbi kitabçalarda olan məlumatlar əsasında databaza formalaşdırılıb. Artıq elektron məlumat bazasının formalaşdığı poliklinikalarda digərində müşahidə olan çətinliklər aradan qalxıb. Növbə ilə bağlı problemlərimiz olurdu. Ən çox da kartla bağlı, kartlar itirdi, tapılmırdı. İndi amma elektron sistemə keçdikdən sonra o problemlər aradan götürülüb. İndi çox asandır, yəni yaxınlaşırıq, uşaqlar olsun, böyüklər olsun, onları asan yolla, yəni yoluna qoyulur. Bu sistemin formalaşdığı poliklinikalarda əlavə vaxt itkisinin qarşısı alınıb. Belə ki, vətəndaşlar şəxsiyyət vəsiqəsinin məlumatları əsasında sürətli şəkildə müvafiq həkimə yönləndirilirlər. Bu layihə bizdə 2023-2024-cü ildə ilkin olaraq 20 nömrəli uşaq poliklinikası və 13 nömrəli uşaq poliklinikasında başlanmışdır və əsas məqsəd ambulator kitabçalarda olan məlumatların elektron sistemə köçürülməsi və rəqəmsallaşdırılmasıdır. Bu o deməkdir ki, yəni gələcəkdə vətəndaşlar müəssisəyə, poliklinikalara müraciət edən zaman onların ambulator kitabçasını əldə etməyə ehtiyac qalmayacaq və onlar öz şəxsiyyət vəsiqəsi ilə birbaşa müraciət etdikdən sonra həkimə yaxınlaşanda artıq onların ambulator kitabçalarında olan məlumatların e-təbib sistemində olması ilə əlaqədar bütün məlumatların e-təbib sistemindən izlənməsi mümkün olacaqdır. O da məlumat verildi ki, gələcəkdə ölkə üzrə vahid mərkəzləşdirilmiş sistem yaradılacaq. Bu tədbirlər nəticəsində icbari tibbi sığortaya daxil olan tibbi xidmətlərdən daha operativ və səmərəli istifadə mümkün olacaq. İstənilən halda, bəli, Günel, növbələrin qarşısını alan bir məqam olduqca pozitivdir və mən düşünürəm ki, xəstəxanalarda növbə nə qədər az olsa, insanlar nə qədər operativ şəkildə poliklinikalardan, xəstəxanalardan istifadə edə bilsələr, bir o qədər pozitiv məqamlar və təbii ki, sujetdən məlum oldu ki, 2 poliklinikada bu sistem tətbiq olunub. Həm 20, həm də 13 nömrəli uşaq poliklinikalarında artıq yeni sistem istifadəyə verilib və mənə maraqlı olan məsələ
nədir anar? Daha doğrusu məndə sual doğuran. Övladımız dünyaya gələndə, poliklinikadan qeydiyyatdan keçəndə orada xüsusi bir elektron kart təqdim olunmuşdu ki, o kart artıq illərdir var və həmin kartda qeyd olunurdu uşaq indiyə kimi hansı peyvəndlər olunub ona, hansı xəstəlikləri keçirdib və o kartların bəs aqibəti necə oldu? Mənim üçün çox maraqlıdır. Maraqlı sual, o kartlarda mı tarixə qovuşdu? Bəli, bu artıq yeni bir süjetin mövzusudur və biz növbəti buraxılışlarda bu məsələni də daha ətraflı Çünki illər araşdıra ərzində poliklinikalara müraciət etsək də o kart tələb olunmur. Halbuki o kartda da uşaq haqqında məlumatlar var. Yəni ona görə məndə bir sual yarandı. O kartlarda mı tarixə qovuşdu yoxsa necə? Bəli, çox önəmli məqamlardan biridir ki, yeni süjetin bir mövzusu ola bilər Günel, doğru vurguladınız. Bəli.